Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 200 nömrəli marşrutdan hardasa 150-200 metr məsafədə, təxmini məsafə deyirəm, hörmətli izləyicilər. Bir tərəfi də Məlik Əslanova çıxan ərazidə 3.1 sotun içində şəxsi inşa olunmuş 3 geniş otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Ev təmir vəziyyətdədir. Ev həm əşyalı da satılır, əşyasız da satılır. Ayrı-ayrı qiymətlərini sizin nəzərinizə çatdıracağım. Gördüyünüz kimi ev sahibi həyətinə belə gördüyünüz kimi beton styaşka verdirib. Həyətində ayrıca bir tikili yaradıb. Bunu hazır yola baxan bir obyekt kimi obyektə çevirə bilərsiniz. Gördüyünüz kimi hörmətli izləyicilər, hal-hazırda bax, bura təmirsiz də olsa hazır tikili bir obyektdir. Rahat obyekt eləyə bilərsiniz. Qapı qoya bilərsiniz oradan. Tam rahat məhəllə için bir obyektdir. Həyətində ayrıca sanitar qovşaq var. Nəzərinizə çatdırım ki, bunun ev sahibi materialların alıb, bir dənə usta lazım ki, bunları qursun, düzəldib versin. Materialları hazırdır. Girişinin darvazası da gördüyünüz kimi draplar qoyulub hamısı. Ev həqiqətən sərgəli səhmanlı bir evdir. İçində də təqdimatda sizə göstərəcəm. Burada belə yüngül var bir hovuzdur, uşaqlar üçün belə əylənmək üçün ev sahibi belə bir hovuz düzəldib. Həyətində də belə bir setki ilə belə bir şərait düzəldib, toyuq cüzə saxlamaq üçün, amma hal-hazırda ev sahibi burada quş saxlayır. Keçən indi evin içi ilə tanış olağın. Burada ev sahibi yayda oturmaq üçün belə bir üstün qabağını artırıb, gözəl bir şərait yaradıb, yayda otur burada istirahət elə. Həyəti də buradan belə çəkirəm, görürsünüz geniş, rahat 4 dənə, 5 dənə maşın rahat həyətinə daxil ola bilər. Burada rahat bir 30 kvadrata yaxındır. Buradan daxil oluruq indi evin içinə. Girən kimi dəhlizi geniş. Haradasa dəhlizi birinci 1.50-dir, sonra lap genişlənir, 3 metrə çatır. Demək, tavanları rahat 3 metrdir. Ev normal təmiri vəziyyətdədir. Buradan daxil oluruq evin mətbəx hissəsinə. Mətbəxi haradasa 14-15 kvadratdır. Mətbəx mebelləri membrandır. Bahalı materiallardan istifadə olunub bura. Demək, mərmərdir, üstü, yəni bunların hamısı nəzərinizə çatdırım. Kombidir, yəni hamısı var, bunu da nəzərinizə çatdırım. Evdə də xaladenlər zadı hamısını göstərirəm buradakı. Yəni ev həm əşyalı satılır, diqqətlə baxın, mebellər sağlam vəziyyətdədir. Sağda burada hamamdır, ayrı-ayrıdır. Yəni bunu da nəzərinizə çatdırım. Təmiri qaydasında gördüyünüz kimi də təmir, moydatı rezadı, hamısı qaydasında. Burada da bir dənə sanitar qovşağıdır. Ayrı-ayrıdır, burada təmirlidir. Keçirik buradan bir yataq otağıdır, uşaq otağıdır. Bu da haradasa 3.20-nin demək olar 4 metr, 12 kvadrat olar. 4-ə. 12 kvadrat təxmini ölçü deyirəm. Məsafə də öz hasarın içindədir. Məsafə də oradan 1 metr evin arxasından məsafəsi var. Gördüyünüz kimi də pəncərədən tam rahat evin içinə işıq düşür. Ev havalanmaya da tam uyğundur. Burada da 3'ün 5.50'ye bir yataq otağıdır. Gördüyünüz kimi də, yəni 15 kvadratdan artıqdır. Pəncərəsindən də tam rahat işıq düşür. Gördüyünüz kimi də evin təmiri normal qaydasında. Yaşayışlı bir evdir, səliqəli, səhmanlı bir evdir. Polları da gördüyünüz kimi laklı vəziyyətdədir, təmir vəziyyətdədir. Burada qonaq otağıdır. Qonaq otağı da geniş, ürək açan, əlverişli. 4'ün rovna 6 metrdən biraz artıq. 25 kvadrat. Belə deyək, hörmətli izləyicilər. Burada da nə qədər mebellər varsa, belə içi dolu da satıla bilər. İçi boş da satıla bilər. Ayrı-ayrı qiymətlərini sizin nəzərinizə çatdıracağım, hörmətli izləyicilər. Kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın zəng vuran zaman. YouTube'da amma, hörmətli izləyicilər, kanala daxil olundan sonra videolar bölməsi var. Orada daxil olun, YouTube'u işlədənlər bəzən başı çıxmır. Daxil olundan sonra videolar bölməsinə daxil olursunuz. Orada bütün evləri siz orada görə bilərsiniz.
Evin sənədi, bələdiyyə sənədi, sənədidir, kupçaya gedən sənəddir, təmiz yerdədir, yəni heç bir maneəçilik törətmir, nə neft ərazisi deyil, nə də başqa bir dövlət qurumlarına aid deyil. Sırf yaşayış üçün nəzərdə tutulmuş bələdiyyə sənədidir. Qiyməti də içi dolu 119.000 start qiymət kimi, içi boş 110.000 start qiymət kimi. Real alıcı olsa birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də hörmətli izləyicilər ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.